Süni intellekt əslində baxır ki, necə istifadə edir. Məsələn, biz elmdə tutaq ki, məqalə yazırıq, süni intellektin təbii ki, istifadə edirik. Artıq dövrümüz o dövrə gəlib ki, süni intellektsiz heç bir şey eləmirik daha doğrusu. Ona görə ki, süni intellekt bizi sürətləndirir. Məsələn, əvvəllər biz bir məqaləni tutaq ki, elm aləmindən danışıram. Yazırdıqsa əgər 2 aya, 3 aya və ya 4 aya, çünki oradan biz mənbələri tapmalıydıq. Bilirsiniz, əvvəllər kitabxanalara gedirdik, orada onları axtarırdıq, kitabları tapırdıq və oradan mənbələrdən istifadə edirdik. Amma indi artıq o kitabxanalara getmək vaxtımız, onları axtarmaq vaxtımız, artıq onlar hamısı sürətlənmiş şəkildə 5 dəqiqə ərzində internetə giririk və ya süni intellektin müəyyən proqramlar var, ora müraciət edirik. Oradan həmin mənbə bizə hazır vəziyyətdə verilir, kitabın özü, İçərisi, hətta bizə o formada təqdim olunur kitab ki, biz oradan istədiyimiz frazanı belə hansı səhifədə olduğunu seçib çıxarda bilirik. Yəni artıq texnika bu cürə, süni intellekt bu cürə inkişaf eləyibdir və bizim işimizi sürətləndirir. Amma ədəbiyyatda və ya elmdə süni intellektin istifadəsində bir etika olmalıdır. Yəni biz o etika çərçivəsindən kənara çıxmamalıyıq. Əgər o çərçivədən kənara çıxarıqsa, bu artıq həm plagiata girir, həm müəllif hüquqlarını biz pozmuş oluruq, həm də ki, yəni lazımsız bir şeydən istifadə etmiş oluruq. Çünki artıq indi elə proqramlar var ki, yazdığımız şey indi artıq bizim məqalələrimizdə, yəqin ki, sizin xəbəriniz var. Bütün məqalələr plagiata gedir. Orada bir proqram var, verilir plagiata, yoxlanılır və oradan məlum olur ki, neçə faiz əsl mənbədən götürülübdür və ya neçə faiz süni intellektdən istifadə olunubdur. Və əgər orada faiz keçirsə, artıq o plagiat hesab olunur. Ona görə də mən belə düşünürəm ki, biz ədəbiyyatda da, elmdə də süni intellektdən istifadə etdikdə onu etika çərçivəsində müəllif hüquqlarına əsaslanaraq, müəllif hüquqlarını qoruyaraq onlardan istifadə etməliyik.